Xurşudbanı Natəvan gözəl yazıb, söylə Hüseynə ey səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə dərd-ü bəlaya gəlməsin. Deyir, Müslüm səba yelinə, küləyə müraciət eləyir, söylə Hüseynə ey səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə dərd-ü bəlaya gəlməsin. Gəlməyə yoxdur fürsətim, qan ilə namə yazmışam. Öldürəcəkdi Müslümi, Küfədə fürqeyi zülam. Qardaşının uzun qolu görmə rəva ola qələm. Bacıları ayaq yalın, dəşti bəlaya gəlməsin. Söylə Hüseynə ey səba, kər bu bəlaya gəlməsin. Söylə əmoğluma məni bikəsi eyləsin halal. Ərzimi bir bəbir elə, ali əbaya şərhi hal. İki açılmamış gülüm, Küfədə zar-ı dilməlal. Qaldılar Əkbər ilə o, Qasim həraya gəlməsin. Söylə Hüseynə ey səba, kər bu bəlaya gəlməsin. Həsrətəm ol cəmalına, ah çəkin bu sinədən. Küfədə vardı qatilin, gəlmə həzin Mədinədən. Qoyma yetim Xədicəni, ayrı ola səkinədən. Başına əl çək ağlayıb, şur-i nəvaya gəlməsin. Söylə Hüseynə ey səba, kər bu bəlaya gəlməsin. Söylə onun anasına, öz qızının anasına, həyat yoldaşına deyir. Söylə onun anasına, başına qara bağlasın. İki baladan ayrılıb kövnü məkanı dağlasın. Tutsa əza Xədicədən, söylə ki gizli ağlasın. Bəlkə yetimliyin tozu mahu-liqaya gəlməsin. Söylə Hüseynə ey səba, kər bu bəlaya gəlməsin. Fatimənin kənizi bu qissəni eylə kim tamam. Bir-birə dəydi mərd o zən, şura gəlibdi xas o am. Nohə edər bu natəvan, ruz o şəb ağlayar müdam. Tapmasa bir dəri nicat, dar-ı bəqaya gəlməsin. Söylə Hüseynə ey səba, kər bu bəlaya gəlməsin. Deyir, üzün dolandırdı Kərbəla yoluna, əssalamu əleykə ya Əba Əbdillah. Ondan atdılar Darül İmarənin damından yerə. İmam Hüseyin nə zaman bu salamın cavabını verdi? Bu salam ki İmam Hüseynin qulağına çatdı. İmam Hüseyin bu salamın cavabını verdi meydanda tək qalanda. Hamı şəhid olmuşdu. İmam Hüseyin meydanda tək idi. Üzün dolandırdı Küfə səmtinə. Birinci çağırdı ey Müslim ibn Əqil, ey Hani ibn Ürvə, hardasız? Qumu ən nəvmətikum, qalxın yuxuzdan. Hüseyin tək qalıb. Durun Hüseyni müdafiə eləyin. Müslümin salamının cavabı bu idi. Bugün kərvan gəldi, çatdı Kərbəlaya. İmam Hüseyin əleyhissalam düşdü yerə, dedi bura haradır, dedilər bura kərb-ü bəladır. Dedi əuzu billah minəl kərbi vəl bəla. Bəladan və müsibətdən Allaha pənah aparıram. Zeynəb gəldi kəzavənin üstündə, dedi qardaş bu nə yerdir belə? Ayağımı qoyandan dünyanın qəmləri sinəmə çöktü. Dedi bacı bura vəd olunan yerdir, bura Kərbəladır. Deyir, düşmən deyir, gördük bütün kişilər sürətlə bir tərəfə hərəkət elədilər. Deyir, baxdıq, gördük ki, görəsən nə baş verib? Bəni Haşim kişiləri, igidləri hamısı qaçdılar o tərəfə. Baxdıq, gördük, Zeynəb qalxıb ayağa, kəzavədən yerə endirirlər. Bir tərəfdə Əli Əkbər, bir tərəfdə Qasim, Hüseyn, Əbəlfəz. Dedik, bu xanım kimdir? Belə özünə məxsus bir əzəməti var, cəlalı var. Dedilər, bu Əli qızı Zeynəbdir. Deyir, həmin o xanımın vəziyyətinə Məhərrəmin 11-də baxırdım. Qalırdı qətligahla xeyməcah arasında. Bilmir uşaqları sakitləşdirsin, bilmir o yetimləri aram eləsin, bilmir o cənazələrə tərəf getsin. Bir uşaqları bir-bir dəvələrə mindirdi. Ondan sonra gəldi, dedi, Hüseyin gəlirəm. Bir dəqiqə gözdə gəlirəm, qaçdı Əbəlfəzin cənazəsinə tərəf. Dedi, ay qeyrətli qardaşım, nə yatmısan? Bax, gör qollarımı bağlayıblar. Kəndirə bağlanmış qolların Əbəlfəzə göstərdi. Sonra gəldi, üzün qoydu İmam Hüseynin o yaralıb kəsib boğazına. Dedi, Hüseyin, and olsun Allaha, öz ixtiyarımda olsa buradan getmərəm. Qalaram, o qədər ağlayaram, canım çıxar. İmam Zaman məni bağışlasın. Bir dəstə ərəb gəldi, əllərini qamçıya atdılar və xanım Zeynəbi zorla qardaşının cənazəsindən ayırdılar. Əla lənətullah, ələl qavmiz zalimin. La havlə və la quvvətə illa billahəl aliyyil azim.